Herkese selamlar dostlar. Necəsiniz? Yəqin yaşlar çalar. Bu gün sizlərlə birlikdə Car Parking'də yeni bir videoyla, yeni bir bölümlə inşallah qarşınızdayım. O qədər video çəkmişəm ki, artıq girişlərdə speedrun eləməyə başlamışam. Elə bir ki, rap deyirəm də. Eminemin raplərindən deyirəm elə bir ki. Ceza nömrə 1, nəysə. Ceza fanıyam. Söhbət hardan bura gəldi deyə soruşsaz bilmirəm. Oyun oynamaqda başım qaçır yavaş-yavaş. İnşallah başdan gördüyünüz kimi sıfırdan başlayanlara görə dəstək hesabı açmışam. Bugün siz bu videoya baxa-baxa necə sıfırdan normal başlamaq olar. Yəni normal başlamaq olar dediyimdə nə danışıram ola mən? Hə, yəni ki, mən sizə kömək edəcəm bu video ilə, yol göstərəcəm. Və o yolu da deməklə yox, göstəri-göstəri Hesab yaratmaq istəmişəm, amma yaratmamışam. Neyse, bunu başımı bırakın, sonra şey eləyərəm, yaradaram. Buraya yazıram özdə. Yeni bir şeyler, maşın almalıyıq biz ilk öncə. Yəni bu maşın biz ki satmaq olmur, nə də ki başqa bir şey eləmək olmur. Ona görə qiyməti münasibi 25 minə qədər olmasa belə, yəni 20 mindən ucuz bir qiymətdə bir maşın, məsələn 17 minə budur. Bu 07 neçəyədir? 19 min. Məsələn 07 alıb hazırlaya bilərik, amma əlimizdə 6 min pulumuz qalacaq. Bu maşını alan olmayacaq məncə. Bu Priora necədir? Priora məsələn qəşəng bir rəngdə falan düzəldə bilərik. Neçədir Priora? 25 minə. Bunu şöyle reklamla məncə yox, Priora qalsın. 07 yox. 07 də sadədir. Məsələn cəmaət üçün 07-yə bunlar reklam, bahalı maşınlarda reklam alaq da. Məsələn bu minibüs falan bura qədər reklam ala bilirsiniz da bunlardan alaq da elə. Siz baxıb bunları bunlar reklam ala bilir. Hə, bura qədər reklam almaq. Balcalım yadıma ki, mən bunların maşınların mən necə reklamla alırdım hə. Həvəslə özü, sevinə-sevinə ki, ay Allah reklamla maşınım oldu. Bax, burada biraz Ford düzəldə bilərik. Bunu düzəl Tofaşda ala bilərik qəşəng. 07 amma satılır da. Məsələn, ideal bir 07 düzəltmə ama satasın. 19 min yox, mən bunu bir dənə reklamla izləyirəm qəşəng. Azərbaycan serverində aparıb satacağıq. Reklam versə o da. 12 saatın keçdiyinə rağmen hələ də gözləyirəm ki, reklam verəcək. Görək nə olacaq. Oyun dirəşir ki, öz halal pulundan maşını al, öz halal pulundan maşını yığ. Dirəşib deyə oyun bayaqdan. Nəysə, onda elə oyun dediyimiz kimi öz halal pulumuzla maşınımızı alıb, öz halal pulumuzla da maşınımızı yığıb, öz halal pulumuzla... Hər nəsə halal pul qazanacağıq da, həbbel axır. Bunun rəngini biraz alacağım. Şimdi bunu mat eləyək. Mat eləyək, ay, bununla eləyəm. Bir dəqiqə, bu mat eləyəcəm. Qara yox ya, mat. Mat. Diskisinin də rəngini biraz bax belə yarış maşın kimi də düzəldə bilərəm. Belə açıq diskisini əla. Biraz şeyli, aha. Bunu məncə bəyənərlər. Yəni oyuna təzə mən birisi botlarla düşəcəm. Yəni oyuna bot dediyimdə təzə oyuna başlamış adamlarla düşəcəm. Buna qəşəng bir rəng, bax məsələn, periodok verəcəm deyə. Buna nə rəng? Bax belə bir dənə bənövşəyə qabağıma çıxıb uşaqlar. Necə bənövşəyə qoyun bir dənə göstərim. Bax. Bunun başım bırakın pis gündədir. Baxdım pis gündədir bir dəqiqə. Bunun rəngi baxın belə bir şey eləyə bilərik, amma biz qəşəng bir maşın istəyirik. Ona görə də qara, tam da qara yox. Bax burada bir dənə şey var idi. C7 C7 C7. Bax o kod məncə yaxşı işləyər. Ağ oldu. Onda bir dəqiqə C6 qoyaq görək. Ağ oldu, ağ oldu. Aldım bir də bundan oynayayım. Rəngini tapım bir dənə. Chat platformamızdan soruşduq. O da dedi ki 1A 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 1A. Belə bir şey dedi. 1A 1A 1A. Aha. Bu bir də qara eləyək. Oo, əslində yaxşı da. Bir dəqiqə, bir dəqiqə. Aha. Bir də 12 12 12-də demişdi. Bundan yoxlayıb bir dənə 12 12 12. 12 12 yalan. Deyəm. Yox, bu elə tam qara oldu da. 1A 1A məncə daha uyğundur. Oo, bax belə zordur. Bir abirə bunları da yapışdırdıq. O qəşəng rəngi. Bir də boz matın deyim görün, boz rəngdə mat. İndi də 3A 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 dedi. A'lardan yapışdı elə. 3A 3A 3A. O heç nə dəyişmədi. Keyf də var idi. Onu da bir dənə yoxlayaq. Yəni şəhət chatdən sonra üçün əsas yəni şey burada rəngdir. Rəngi tutuzdursa yaşadınız da elə bir şey. Bu məncə daha yaxşı idealdır. Hələ ki pulumuza 1 qəpiyinə də xərcləməmişik. Belə rəng qoya bilərdim, amma ehtiyac yoxdur. Bunun biraz elə bir şey qara yox. Arxaya qara vinillər qoyacağım 100-dən. Qəşəng qoy vid versin maşına.
Pərdə kimi bunun fikrim var, bir 50 mindən sataq. Ayda mən belə maşınları mən yığıram. Öz nədir telefon nədir öz hesabımda da satırdım mən bunları 50 milyon 60 milyona. İndi gəlmişik 50 mindən maşın satırıq. Kasıblığın üzü qara olsun. Nəysə mən sizə dəstək üçün buradayam. Dəstək olacağım inşallah sizin də qəşəng hesablarınız olsun, yaxşımı? Baxın bunu biraz belə eləyək. Arxaya elə bir ki balaca detaydı amma yenə də. Bunu mən belə də bir şey görmüşəm amma onu pulum satmayacaq 100%. Amma yenə də çalışsam eləyim. Bax burada bu ferlərdən nə var? Bax belə bu fer lazım deyil. Bu sadəsi yaxşıdır. Sonra bir də onu diskiyə də eləsək necə olar? 2F-i. Yox ha bu çox pis oldu. 4A məsələn 4A. Yox. Elə bax bunun rəngini biraz boz elədik bəsdir. Hə. Görün bu neçədir? Bax burada bir dənə stiker kimi bir şey var idi. Onu götür. Ay 3600 yox. Mən burada başqa bir şey eləmək istəyirdim. O da ki, əgər pulum qalsa eləyərəm onu. Mən qəşəng maşını yığıram ya da sizlə birlikdə yığım qoy sizə görün maşını. Sonra deməyin ki, mən görmədim. Bu nətər YouTuberdir. Yox, nə bilim nə. Buranı biraz belə yox, lazımdır. Hə, ondan sonra arxa pəncərə güya ki, indi açıqdır. Biraz açıq kimi belə eləyə bilərik əslində. Bax belə zor oldu. Maşın bu formadadır. Başqa 5800 pulumuz qaldı. Qoy elə pulun hamısını xərcləyim. Xərcləsəmsə elə normal bir maşın düzəldim. Burada bir dənə nömrə plaka üçün yer. Qaraya ehtiyac yoxdur. Aha. Oy dənə şiray tapdım nəsə. Belə nömrəni də qoyuruq bura. Məsələn 55 BB 550 belə bir şey atdım özümdən. Yox, belə 07-in belə nömrəsi. Əslində Moskvicdə belə bir nömrə var idi ya əvvəllər. Aha, belə bir şey qoydum bura. 55 BB 555. İndi özüm cırqlayacağam. Nömrəli 07 satıram. Nömrəli 07 satıram. Bazarda hər detaya fikir verəcəm də. Qabağını da qəşəng qaldıracağam, peredok verəcəm. Çünki Azərbaycanlıların çoxunun hamısı peredokdan xoş gəlir. Nömrə üçün 4700 pulumuz qalır. Ayda bu yazı miniymiş. Heç mən çoxdan da o yazıya heç fikir vermirəm. Nə tər gəldir basıram yazını. Pul demirəm də. İndilərdə düşmük kasıblığa. Qədrim bilək, yəni varlığın. Pulun qədrim bilək. Belə bir şey. Videolar biraz uzun olacaq. Maşın satana qədər, yəni davam eləyəcəm videoya. Bayraq üçün də belə qəşəng. Sonra bunu götürdük, qoyduq bura. Da məncə çox da detaya ehtiyac yoxdur. Çünki bunlar çox kiçik detaylardır. Yenə də nömrə düzəldirəmsə bunlara ehtiyac var. Yox, belə aydan bir dənə yazmalıyım. Yazın deyib olmaz, yazmarıq da. Bura. Bax belə bir dənə maili bir şey qoyacağam. Ya da yazı yazaq, eyb olmaz. Bir dənə yazı yazacağım, heç olmaz. Amma yox, yazını ondan sonra bura yazaq. Burada Lada məsələn 2107. Bura yazsaq daha da effekti zor olar, daha da qəşəng görünərdi. Belə bir şey, üstünə də Lada yazaq bir dənə. Lada. Aha. Yazmadıq, bir dəqiqə. Mən şöyle buranı düzəldirəm, səbirli olun. Şöyle mincənə pulum qaldı. Məncə maşın çox pis oldu. Amma əsas nömrə qoydum. Arxadakı Lada yazısı var. Kənarlarına bir iki dənə xət atdım. 50 milyon rahat satarıq. Amma 50 milyona qoyacam. Təsəvvür et 50 milyon qoyacam. Bir nəfər hiləgər alır da sırası. Nəysə, onsuz o qəbul olmayacaq. Hesabı yəni təzədən açacağam. Çünki o şansdır. Mən sizə sadəcə maşının düzəltmə formasını deyim. Yəni siz də oyuna başlayırsınızsa, əgər yenisinizsə, hətta daha da çox pulunuz varsa, daha da avantajlısınız. İndi gəldik. Yəni oyunda da belə göstərəcəm maşının necə olubdu. Məncə rəngi zadı oturub da, bəsdir indi qaqa. Vallahi deyirəm, belə serverlərdə, belə zəif serverlərdə söyüş dolu olur da, yəni. Nəysə, bir dənə bu arağı düzəldim ha. Kənarlarına bir dənə belə xətt qoydum, bir dənə də belə xətt qoydum. Rəng kodu 1A. Bunu yaza bilərsiniz. Arxasına 55 BB 555 belə bir dənə. Ayda. Arxaya belə bir dənə, yəni qəşəng desənli bir dənə Lada yazısı qoydum. Burada bir dənə 55 BB 555, yəni çox da bir şey yoxdur. Həminkindən kənara da qoydum. Diskisini də biraz boz elədim. İndi aparıb bunu satmağa çalışdım. O da Kral Çınarı maşına keçir. Kral Çınarı maşını niyə keçir? Çünki o əslində çox varlı biridir. 100% bilirəm ki, nəsə 50 milyon maşına pul xərcləyibdi.
Sonra da düşübdü bu serverə. Ramal yazım deyir kimdə bu versiyon 17 var. Yazım ki Ramal qəşəng bir də Ramal. Bir də Ramal gör necə bişirirəm gözləyin. Ramal dedi gəl bu burgerə. İndi mən bundan neçə fikirləşmişdim. Fikirlərim 50.000 hə. Biraz onda bahadı yeyim. Qoy 100 mizat desə yox deyim endirim eləyə bilərəm də məsələn sənin üçün. Ramal hardadır? Burgerdə adam yoxdur. Ramal hansıdır? Ramal burdadır. Bir də görüm nə deyəcək. Yıpığı çəkil o tərəfə. Bir də maşına minsin. Xoş gələcək. Məncə desən neçəyədir? Görüm nə deyəcək. Mən satarıq. Yaşalar biraz dilimiz olsun. Görün mən necə deyim. Ramal bu fersiz deyil amma çox qəşəng yığılır. Başım bırakın dedi. Bu nədir? Ayda. Mənə pisik deyirlər səni. Mən maşınlarımı görməmişsiniz. Sağlıma başlar. Sizə elə 2-3 can maşın göstərim. Ağzınız açıq qalar. Yalvararsınız ki o maşın mənə ver. Ramal. Düdük gedə yalandan da. Hər nəsə. Ramaldan bizə bir iş çıxmalı. Yəni ola bilərdi. Əslində xoş gəlsəydi ala bilərdi. Mən indi şeydən bazarda heç kim yox, bazarda adam var imiş. 50.000-dən 60.000 qoyacam, 10.000-də endirim olacam. Yəni nə deyirəm, inşallah biraz diliniz olsun, biraz dilli olun da. Yəni danışanda biraz maşınınızı şişirdin də. Hər incə detayına qədər, yəni açıqlamasına verin. Burasına xətt qoymuşam, onu eləmişəm, bunu eləmişəm. Yəni deyin 100% o maşınımız satılacaq sizin. Biraz buradakı pullarını zaten yığmağa çalışacağam. Məsələn, orada pul var, 1000 verəcək, o eyb olmaz. Yenə də yığaram. 100.000 satır, çox bahadır. Bura qoyuram ki 60k. Əvvəl olsaydı 6 milyon qoyardım. 60.000 ideal 07. İdeal 07. Yazdıq buraydı. Oyun nəsə yenə çox kasır. Mən grafiksə dayarı eləməmişəm axı elə. Oyun niyə kasır axı? Ayda batdı oyun. Oyun getdi. 70.000. İdeal 07 70.000'ə. Yazaq ki indirim olacaq. Şö. Uşaqlar biraz qrafikə görə üzrlü sayın. Yəni telefon biraz gicləyir. Bunu nə etmək olar? Heç nədər. Aldılar. Oy do. Kaş ki biraz da baha qoyardım. Süper. Aldılar. Süper. Gördünüz uşaqlar, yəni ki maşına video vermək lazım deyə. Biraz da qiyməti ucuz qoyun ki həm yəni qarşı tərəfdə o maşını alanda sevinsin, siz də yəni sevinəsiniz də. Başa düşdün necə? Qəşəng 70.000 pulumuz oldu uşaqlar. Heç kim orada tanımırdım. Yəni random şəkildə gəldilər aldılar. Sonra demiş ki quraşdırmadı ya nədir? Yəni olsa bu videonu reallıqla çəkirəm. Niyə də quraşdırma eləyim də mən burada. İndi biraz bahalı maşınlardan getməyəcək. Yeni 07 düzəldəcəm. Yenə aparıb 70.000-ə satacağam. Amma biraz detaylı formalı 07 satacağım da belə bir şey. Yenə düzəldirəm. Hər ayrıntısına qədər sizə məlumat verəcəyəm. Uşaqlar uzun bir aradan sonra 70.000'in başına daş saldım və 1500 pulumuz qaldı. Dedim ki başa qayıtdıq. Amma çox qəşəng bir 07 alındırdım. Bunu fikrim var bir 150.000'dən sataq və videonu burada dayandıraq. Gələn dəfə fikrim var Niva alım. O Nivanı da belə bir də rəng var mənim ağlımda. Bənövşəyinin qarası. Çox qəşəng durar da, yəni ki o Nivaya. Yəni gələn bölüm onu eləyərəm. İndi sizə qrafikləri biraz artırıram və Niva'yı özü 07'ni göstərməyə çalışıram. 07'nin arxasından başlayaq. Bir dənə qəşəng effektli nömrə var. Lada 2107 yazısı. Arxasına belə şeylər falan qoymuşam. Arxa şüşəni biraz açıq saxlamışam. Bu bir tərəfdə qaradır. Kənarı bu formadadır. Yəni o bir tərəf deyildi. Minə də bir dənə disk almışam. Qabağına da belə nömrə qoymuşam və qabağına belə bir desen eləmişəm. Bunu da yəni ideal 07 adından soxuşturmağa çalışacağam. 150.000'ə görüm sata bilərəmmi? Məncə yox, getməz 150.000'ə. Biraz yenə bu qrafikləri biraz azaldaq. Shadows falan. Gələk bura yazacağım ki birbaşa ideal 07 istəyən bazara gəlsin və bunu 150.000'dən qoyacağam. 120.000'ə falan da fikrim oydu. Nə qəşəng maşınlar var. Bunların hamısı 100% təzə başlayanlar deyil ha. Bunların hamısı köhnə oyunçulardır. Sadəcə pulları qutarıb deyə düşüblər zəif serverə. Nömrəmiz qəşəng daha 50 FF 550. Yəni belə düzəldən lap da qəşəng olur. Ayda bu 07 çox qəşəngdir ya. Ciddi deyirəm çox qəşəng alınıbdır. İndi yazacağım ki bura Azeliya bayaqçı adam deyə bu. İdeal 07 istəyən bazara gəlsin.
Adam bizi görməsəydi yaxşı olar deyə. Ramal bir dəqiqə. Bu versizdə hətta. Görüm neçəyə satar. Qoyaq 150 minə. Aha. Bu versiz qəşəng ya. Priora 10, yəni biraz ucuz satsaydı alardım, pulum yoxdur amma. Təbii 1-ə satır da. İdeal 07. Bayaqki oyunçulardı hamısı. Neçən ayda 15 milyon. Ayda kaş ki pulum olardı ya. Alardım bunu 15 milyona. 30'a da alardım ya. 07 donsla. Ayten ki indi bir Ayten'di də güya. Qız paltar giyinirdi. Nəysə. Nəysə, bir dəqiqə onları yargılamaq istəmirəm. Axotum yoxdur. Taksi də işləyib pulumuz qazana bilər. Amma bir dənə hilə var uşaqlar. Onu bir video eləməyə çalışacağam. Yenə yazıram. İdeal 07 istəyən bazara. İndirim olacaq. Olacaq. İndirim olacaq. Hər amal de. Biraz bunlarla yaxşı danışıb, xoş danışım. Səndə avtobus var. Yox, kasıbam. Bir dənə bu var. Bəlkə dedi alıram maşını. Bir, yəni %2 ehtimalla bir şeydir o mənim maşınım alması. 150 kaya biraz burada gözləmək lazımdır. Hələ də gözləmədəyəm. Hələ də maşın satılmayıb da gözləyirəm. Hələ də biraz oyun baqa girdi. Effektsiz adam düşdəsin. Sarı rəngdə də eləyə bilərdin 07, amma nəysə. Ayda bu tüstü salır bura. Bir dəqiqə. Hayır smoke. Okay, hə. Hələ də gözləyəcəm. Ayda nə oldu, dondu? Nəysə onda lobbyyə gedək. Bu maşını satanmadım. Bayaqdan da gözləyirəm. Eybi olmaz. Amma mən bir dənə bir şey eləyəcəm. Yəni dedim videonun axırında eləyəcəm. Videonun da axırında eləyəcəm bunu. Çalışsa əgər işləsə milyoner oluruq. Çalışmasa da yenə də videolarla davam eləyəcəyik çəkməyə. Çox gözəl adamızla birlikdə. Əslində çox şey maşındır. Yəni mən 110 minə olsa alardım. Qabağındakı desən sorğulamayı sözünü də bilmirəm. Nədir? Qanat kimi bir şey çıxdı, amma qəşəngdir yenə də. Bir dənə bir şey var, taktika var. Bilmirəm, onu bilmirsiniz. İşləsə zor olardı. Gedirəm indi həminki yerə. Bir dənə mexanizm quracağam. Gəldik, çıxdıq. Mənə bura lazım idi indi. Maşınımı saxlayıram burada. Trafiki axıra yox, bir dəqiqə, hələ yox. Trafik azaldıram. Car parking edit. Placingin use edit. Ayda. Hesab qurmamışam, ona görə pis oldu bu. Hesabı bir dəqiqə task. Buna da hesab qurmamışam da. Nə edəcəkdim? Buradan bunlardan götürəcəkdim. Dalbadal çox qoyacaqdım bura hamısını. Maşınlar keçəndə bir dəfə hamısının keçisinə görə daha çox pul verəcəkdi. Amma o da ki day qurmamışıq deyə alınmır. Onu özünüz yoxlayarsınız. Alınsa yazarsınız ki, yəni bu belə bir şey var. Mən yenə də hesabı qrup eləyərəm. Nəysə olar. Sağ olun. Uzun video oldu. Bunun davamını istəyirsinizsə çox demirəm. 30 like eləyin, davamını çəkərəm. Sağ olun.